Salam əziz uşaqlar, hər birinizi yenidən kanalımda xoş gördük. Bugün sizə riyaziyyat 4-cü sinif lisey və gimnaziyalara qəbul sualları ilə bağlı verdiyim test tapşırıqların izahlarını qeyd edəcəm. Vaxt itirmədən başlayaq uşaqlar. Qeyd etmək istəyirəm ki, bir neçə video əvvəl həmin bu suallar qoyulmuşdu. İndi isə onların izahları ilə bağlı video paylaşılır. Gəlin başlayaq. İlk sualımız belə idi. Banunun kassasında 18 ədəd 10 qəpiklik, 11 ədəd 20 qəpiklik və 10 ədəd 50 qəpiklik var. Buna görə Banunun kassasında neçə manat pul var? Gəlin bu sualın cavabına baxaq. Əgər 10 ədəd 18 ədəd 10 qəpiklik deyirsə, əlbəttə ki, biz nə edirik? Biz burada uşaqlar 18-i 10-a vururuq və alırıq 180. Daha sonra isə 180-nin üzərinə 11 ədəd 20 qəpiklik deyirsə, 220, yəni 11-i 20-yə vuraraq 220 alırıq və son olaraq uşaqlar nə edirik biz? Biz 10 ədəd 50 qəpiklik, yəni 10-u 50-yə vuraraq 500 qəpik alırıq və 10 ədəd 50 qəpiklik, bu da edir 500 və bunları toplayırıq. Nəticədə 900 edir. 900 qəpik isə əlbəttə ki 9 manata bərabərdir. Deməli bizim cavabımız neçə oldu? Bizim cavabımız B 9 manat oldu. Davam edirik. İkinci tapşırığımızda isə bizə hesablayın deyirdi. Burada çıxma, bölmə, çıxma və mötərizəli ifadə var. Təbii ki, biz ilk öncə mötərizəli ifadəni yerinə yetirəcəyik. 250-dən 180-i çıxırıq dostlar. 250-dən 180 çıxanda 70 eləyir. Burada qeyd edirəm. İkinci olaraq isə biz əlbəttə ki 200-ü 2-yə böləcəyik. Burada isə əlbəttə 100 eləyir cavab. Və son olaraq da çıxma əməlini yerinə yetiririk. 600-dən uşaqlar ilk öncə 100 çıxırıq. Sonra isə alınan cavabdan da 70 çıxaraq nəticəni alırıq və nəticə əlbəttə ki 430-a bərabərdir və baxırıq ki, D bəndində 430 verilib. Növbəti 3-cü sualımıza keçid alırıq. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədədlə rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədədin fərqini tapın. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədəd 908 deməli 87 987 eləyəcək. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədəd və rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədəd isə təbii ki 102 olacaq və biz 987-dən 102 çıxaraq 885-i alırıq. Beləliklə dostlar, burada A variantı doğrudur, 885. Davam edirik. Uşaqlar, biz burada ilk öncə hansını qeyd edirik? Təbii ki biz 1001-i qeyd edə bilərik. Rəqəmlərinin cəmi 2 olan ədədimiz 1001. Daha sonra isə biz burada qeyd edə bilərik 1010. Sonra isə 1100-ü qeyd edirik. Bunlar hər birinin rəqəmlərinin cəmi 2 eləyir və son olaraq isə 2000-i qeyd edirik uşaqlar və nəticədə 4 ədədimiz alınır. Beləliklə 1, 2, 3, 4. Davam edirik. 5-ci tapşırığımız. Yunus üzərində 30. Yunus deməli uşaqlar ədədin üzərinə 38 gəlməli idi. Lakin o səhvən ədəddən 38 çıxdı və cavabın 83 aldı. Yunus əslində hansı cavabı almalı idi? Gəlin ilk öncə belə bir şey edək uşaqlar. Deməli, Yunus ədədin üzərinə 38 gəlməliymiş, lakin o səhvən ədəddən 38 çıxaraq 83 alıb. Biz ilk öncə 38-in üzərinə 83 gəlirik. Görək, bu hansı ədəddir ki? 38 ilə 83-ü toplayırıq.
Bu 121 eləyir. Deməli, 121 imiş ədədimiz və 121-in də üstünə 38 gələrək əslində hansı ədədi almalı olduğumuzu tapırıq. Və beləliklə 121-in üzərinə 38 gəlirik, nəticədə 159 edir. Beləliklə bizə aydın olur ki, əslində Yunus 159 ədədini almalı imiş. 6-ya baxırıq. Verilənlərə görə aşağıdakılardan hansı səhvdir? Gəlin bu suala cavab axtaraq. İlk öncə burada tapşırıqlardan biz hansını eləməliyik? Əlbəttə ki, biz üçbucağı tapmalıyıq. Çünki hansı ədəddən 4 çıxsan 7 eləyər. Təbii ki, bu 11-dir. Deməli, üçbucağımız neçə oldu? Üçbucağımız 11 oldu. Burada üçbucağı yerinə yerləşdirirəm. 5-in üzərinə neçə gəlsəm 11 eləyər. Dairəmiz o zaman 6 olur. Və bura gəlirəm, 6-nı yerinə yazıram. Dairə 6-dırsa, ulduz neçədir? Neçənin üzərinə 3 gələndə 6 eləyir? Əlbəttə ki, 3-ün. Gəlin cavablara baxaq. Üçbucaq bərabərdir 11-ə. Bu doğrudur. Burada isə 6 olsa, uşaqlar bu 6-dırsa 2 vurulsun ulduz, yəni 2 vurulsun 3 6-ya bərabərdir. Deməli bu da doğrudur. Və bizim üçbucağımız 3, dairəmiz üçbucağımız 11, ulduzumuz 3 idisə 3-ün 11-i toplayanda 14 eləyir. Deməli bu da doğrudur. Və son olaraq burada üçbucaq 11, ulduzumuz isə 3 idisə 11-dən 3 çıxanda 8 qalır. Burada isə 7 kimi qeyd olunub. Deməli yanlış cavabımız hansıymış uşaqlar? Yanlış cavabımız bizim D bəndiymiş. Davam edirik. Aşağıdakı fiqur perimetri 30 sm olan 5 bərabər tərəfli üçbucaqdan düzəlir. Fiqurun perimetri neçə santimetr olar? Gəlin baxaq uşaqlar. 5 dənə bərabər tərəfli üçbucaq var və bunların perimetri, birinin perimetri 30-dursa, bizə ilk öncə lazımdır ki, bir tərəfini üçbucağın tapaq. Bunun üçün biz 30-u 3-ə bölərik və 10 alarıq. Deməli, üçbucağın bir tərəfi 10 sm-ə bərabərdir. İndi isə gəlin, həmin 10 sm-ləri yerinə qoyaq. Bura 10, 1, 2, 3, 4, 5, 6, 7. Nəticədə 7 dənə 10, əlbəttə ki, 70-ə bərabərdir. Beləliklə, bizim bu fiqurumuzun perimetri 70 sm-ə bərabər olacaq. Birinci fəhlə bir gündə 18 detal, ikinci fəhlə isə 12 detal hazırlayır. Bu hesabla fəhlələr 8 günə neçə detal hazırlayar? Uşaqlar, bu məsələni 2 üsulla həll edə bilərsiniz. İlk öncə bir üsulu deyirəm, 18 ilə 12-ni toplayırıq ki, görək bir günə 2 fəhlə birlikdə neçə detal hazırlayar? Nəticədə biz burada 30 alırıq və aldığımız 30 cavabını vururuq 8-ə, tapırıq ki, 2 fəhlə 8 günə 240 detal hazırlaya bilər. Və beləliklə D variantı doğrudur. Burada siz 18-i 8-ə vuraraq, 18-i 8-ə vuraraq alardınız 144, 12-ni də 8-ə vuraraq alardınız 96 və 96 ilə 144-ü toplayaraq da yenə 240 alardınız. Yəni 2 üsulun hər ikisi doğrudur. Hansı ilə istəsəz yerinə yetirə bilərsiniz. Dostlar, Samir'in 4 yaşı olanda atası ondan 7 dəfə böyük idi. İndi Samir'in 7 yaşı varsa, Samir'in atasının neçə yaşı var? Deməli, Samir'in 4 yaşı olanda atası ondan 7 dəfə böyük olalsa, deməli biz 4 dəfə 7-ni tapırıq ki, bu 28 eləyir. Beləliklə, atanın 28 yaşı var imiş. İndi Samir'in 7 yaşı var. Biz 7-dən 4-ü çıxırıq ki, neçə il keçib ki, Samir'in hal-hazırda 7 yaşı var? Tapırıq ki, 3 il keçib. Və əgər atanın 3 il əvvəl 28 yaşı var imişsə, bəs indi atanın neçə yaşı var? Bunu tapmaq üçün isə 28 ilə 3-ü toplayırıq və nəticədə 31 yaş alırıq. Beləliklə, atanın hal-hazırda 31 yaşı var. Davam edirik və sonuncu məsələmizlə sizə izahı qeyd edib videonu yekunlaşdırıram uşaqlar. Üçbucağın perimetri 1 metr 6 desimetrdir. Tərəflərdən birinin uzunluğu 70 cm, digəri isə bundan 2 dəfə qısadır. Üçbucağın 3-cü tərəfinin uzunluğu nə qədərdir? Uşaqlar, üçbucağın perimetri 1 metr 6 desimetr verilib. İlk öncə gəlin, burada 1 metr 6 desimetri santimetrə çevirək. 1 metr 6 desimetr bərabərdir. 1 metr 100, 6 desimetri isə 60 santimetrdir. Və beləliklə bu olacaq 160 santimetr. Və biz tənlik quraraq bunu tapa bilərik. Deməli uşaqlar, tərəflərdən birinin uzunluğu 70, digər ikisi isə bundan 2 dəfə qısadır. Burada deməli uşaqlar 160-dan
160-dan 70 çıxarıq. 160-dan 70 çıxarıq, eləyər 90. Digər iki tərəfin uzunluğu 90-dır. Uşaqlar, biri 70-dir, digəri isə bundan 2 dəfə qısadırsa, 70-i 2-yə bölərək taparam 35-i. Və beləliklə uşaqlar, deməli burada nə edə bilərik biz? Bir dəqiqə mən bunları bu hissəni silərək sizə bir daha yazdım ki, daha aydın olsun. Deməli, bir tərəfinin uzunluğu bizə verilib 70 sm, digəri isə bundan 70-dən 2 dəfə qısa. 70-i 2-yə bölürəm. 70-dən 2 dəfə qısanı tapmaq üçün 70-i 2-yə bölürəm. Tapıram ki, digər tərəfin uzunluğu 35-dir. Sonra nə edə bilərəm uşaqlar? 70 ilə 35-i toplayaram. 70 ilə 35-i toplayaraq tapıram ki, iki tərəfin uzunluğu 105-dir. Bizdə perimetr var, iki tərəfin uzunluğu var. Digər tərəfi tapmaq üçün isə 160-ı bölərəm, 160-dan 105-i çıxaram və nəticədə alaram üçüncü tərəfin uzunluğunu, bu da eləyər 55 sm. Beləliklə, B variantı doğrudur. Bir daha qeyd eləmək istəyirəm ki, üçbucağın perimetri 1 metr 6 desimetrdir. Yəni, bunu ilk öncə mən çevirirəm santimetrə. 1 metr 6 desimetr, 1 metr 100 santimetr, 6 desimetr isə 6 santimetr, 60 santimetrə bərabərdir və bu olur 160. Tərəflərdən birinin uzunluğu verilib, artıq bu asandır. Deməli, ikinci tərəfi isə bundan 2 dəfə qısadır. 70-i 2-yə bölərək ikinci tərəfin 35 olduğunu tapıram və sonra 70 ilə 35-i toplayıb ikisini birlikdə 105 və perimetrin 160 olduğunu bilərək 160-dan da 105 çıxaraq 55-i üçüncü tərəfi almış oluram. Uşaqlar, videomuz bura qədər idi. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın. Ümid edirəm ki, videonu bəyənib dostlarınızla bölüşərsiniz.